Biz İranın indiki siyasətini də rədd edirik. Biz İranda ayrı-ayrı adamların baxış açısına öz münasibətini bildiririk. İbrahim Rəisi, Cumhurbaşkanı İbrahim Rəisi ilə Pezeşkiyan Cumhurbaşkanı olaraq aralarında fərq var ya yox? Çox böyük fərq. Amma İran dəyişməyib, doğru mu? Getdikcə İranda Azərbaycana qarşı münasibət daha əskiləri kimidir, yoxsa pozitiv elementlər daha çoxdur? Daha çox müşahidə olunur. Azərbaycan Cumhurbaşkanı Sayın Əliyevlə İran Cumhurbaşkanı Sayın Pezeşkiyan arasında olan sıcaq münasibətlər hansısa bir dönemdə İran prezidentlərindən hansından olub, olmayıb. Hətta Pezeşkiyan ailə üzvləri Azərbaycana çox sıcaq, öz evləri kimi gəliblər. Biz bunu alqışlamışıq, doğru mu? Bugün Pezeşkiyan savaş dönemində İranın prezidenti deyil. Bəli. Pezeşkiyan əleyhinə Azərbaycanda 1000 dənə kampaniya başlatdılar, doğru mu? Hətta milli kimliyini dandılar. Pezeşkiyan Cumhurbaşkanı aday olanda, xatırlayırsınız, çox adam onun əleyhinə çıxdı ki, biz seçkilərə getmirik, boykot qərarları verirdilər. Avropada yaşayan. Mən əksinə Pezeşkiyanın seçilməsinin çox doğru olduğunu, hətta hər kəsin seçkilərə qatılmasını istəyirdim. Mən Pezeşkiyanın prezident seçilməsini istəməyim, o deməkdir ki, mən İranı istəyirəm. Mən Pezeşkiyanın prezident seçilməyini ona görə istəyirdim ki, Pezeşkiyanın şəxsində İran da siyasətində redaktələr edəcək, müəyyən dəyişkənliklər aparacaq. Etdi mi? Etdi. Biz onu həm Azərbaycan-İran münasibətlərində gördük, həm də 4 il bundan qabaq Pezeşkiyana qədər olan dövr Azərbaycan sınırlarında Sepah hər gün hərbi təlimlər keçirdi. Azərbaycana bayraq qaldırırdılar, savaş bayrağı qaldırırdılar. Eybər təlimlərini keçirən İran deyil idi. Həmin Sepah ordusuydu, doğru mu? Amma Pezeşkiyan Cumhurbaşkanı seçilməmişdən 1 il qabaqdan öncə onlar yığışdırıldı. Pezeşkiyan Cumhurbaşkanı seçiləndən sonra Azərbaycana qarşı hansısa bir hərbi təlimlər İran tərəfindən gerçəkləşdirildi mi? Yox. Deməli, İran dəyişdi də. İran dəyişirsə, mən İrana 5 il bundan qabaqki münasibətimi indi niyə eyni olduğu kimi sərgiləməliyəm? Və eyni zamanda İran rejimi bizə millətimizin haqq və hüquqlarını qəsb edən bir rejimdir, doğru mu? Hələ də haqq və hüquqlarımız bərpa olunmuyor. Biz düşmən bir gücə qarşı müharibədə daha əzazil bir güclə birləşib ona qarşı mübarizə aparmağımız nə qədər doğrudur? Əgər biz bir mücadilənin içərisində isə başqa bir düşməni niyə sırtımıza almalıyıq, onun ideya və məfkürələrin icraçısına çevrilməliyik? Xamneyi haqqında hər zaman demişəm ki, Xamneyi Pezeşkiyan məsələsində, İranda türkçülük məsələsində son illər pozitiv bir mövqelər sərgilədi. Hətta xatırlayırsınız, mən dedim ki, türkçülük amili, türkçülük o qədər güclənir ki, Xamneyi özü Türk amilinə sahiblənməsə, ona qarşı dirəniş göstərsə, bilir ki, o rejimi dağıdacaq o amil, o güc. Ona görə onun qarşısını almır, ona qarşı dirəniş göstərmir ki, o gücdən yararlanıb İranın bütövlüyünü qorusun. Türk millətinə qarşı dirənci davam etdirsə, Azərbaycan Cumhuriyyətindən kəllə-kəlləyə gəlməyə davam etdirsə, bu iki güc, bu amil dünya türkçülüyündən bir vahid gücə çevrilməklə İran üçün ən böyük bəlliyə çevriləcək. İran üçün ən böyük bəlliyə çevrilmiş Türk amili İran rejimini yıxacaq. Xamneyi də rejimin başçısıydı. O rejim yıxılmamaq üçün türkçülüyə müəyyən mənada sıcaq münasibət göstərdi ki, o güc onu yıxmasın. Əksinə o çalışdı ki, o gücdən yararlanaq İranın bütövlüyünü qoruyub, İranın bütövlüyünü qoyub, həm də öz rejimini daha da iləri apara bilsin. Bu, onun təfəkkürüydü. Biz də hesab edirik ki, İranda türkçülüyə qarşı bir dirəniş daha sərt, agresiv formada yoxsa, haqlarımız yenə tapdalanır, amma haqlarımızı qazanmağa çox yaxınıqsa, biz seçimimizi doğru düzgün etməyə bacarmalıyıq. Bu bir məsələdir. İkinci də, savaş öncəsi Trump rejim dəyişirdi, yox. Savaş zamanı rejim dəyişməyə niyyəti var idi mi? Xamneyi öldürdülər, doğru mu? Nə açıqlama verdi Trump?
Dedi onun yerinə bizim öz adayımız var. Bəli. Yox. Mən seçəcəm dedi. Vilayəti Fəqiq İnstitutu qalırsa rejim qalır da yerində. Rejimin başçısını dəyişir, doğru mu? Rejimin başçısını ona görə dəyişir ki, indi Xamneyi onun adamı deyil. Rejimin başçısını öz adamı qoydurursa, deməli rejim dəyişmir də. Bu rejim artıq Trumpa xidmət edən rejim olur, doğrudur mu? Amma mahiyyətcə Vilayəti Fəqiq İnstitutu qalırmı yerində? Dini lider olur, yenə dövlət başçısı da. Amma o dövlət başçısı artıq Trump'ın əmrində olur. Trump rejim dəyişir, yox. Trump rejimi ələ keçirmək istəyir, Zahir bəy. İndi biz bu savaşda Trump'a dəstək verməliyik, İsrailə dəstək verməliyik ki, o rejimi ələ keçirsin, özününki olsun. Əgər o bölgənin xalqının böyük əksəriyyəti türkdürsə, 60 milyonun üstündə bu türk olduğu kəsindir. Biz o xalqın yenidən hansısa Trump'ın mollasının əlindən idarə edilməsinə, istismar edilməsinə öz əlimizlə kömək mi eləməliyik, Zahir bəy? Belə bir durumda bugün Azərbaycan aydınları, türk aydınları məsələni bu kontekstdə müzakirə etmək əvəzinə sanki İran rejimi Azərbaycanın əleyhinədir, düşməndir. Trump da onu vurub dağıtmaq istəyir. Azərbaycanda Trump'a və İsrailə dəstək olmalıdır. Belə bir İsrailin Trump'ın planı var mı? Yox. Özünə kukul olan bir dini lider axtarır. Həmin dini liderin əlindən yenə türklüyü məhv eləmək istəyir. Türklüyü əsarətdə saxlamaq istəyir. Biz öz əlimizlə düşmən güclərə, öz millətimizin əsarətdə olması uğrunda mübarizə aparıb onlara dəstək mi olmalıyıq? Onların tam yanında onların kukulası mı olmalıyıq? Biz bəşəriyyət qarşısında, millət qarşısında, tarix qarşısında onda kim oluruq? Sözümüzü demiriksə, bugün yalancı İsrailçilik, Netanyahuçuluq, Trumpçılıq, Amerikançılıq eləmək hansı millətə şərəf gətirər?